Bordaq quzu. Bu nədir? Birinci söz özü düzgün deyil. Deyilişi düzəldək. Bordaq toğlu. Bordaq toğlu deyib buradan yola çıxaq. Əvvəl bu körpə quzuların kəsilmə məsələsini bir yerdə müzakirə edək. Sonra sizə bordaq toğludan necə yaxşı pul qazanmaq olar sirrini açıqlayacağım bu videoda. Salam dostlar, hər vaxtınız xeyir olsun. Giriş hissədə gördüyünüz kimi bugün mövzu biraz sərt olacaq. Çox adam şəhərlərdə bordaq işi görmək istəyirəm, nə qazanacam, necə edim kimi suallar verir. Bu videoda ən olması gərəkəni, ən düzgününü danışacağım. Lakin əvvəl bu quzu bordaq söhbətini ortadan yığışdıraq və nə üçün bunun əleyhinnəyəm deyim. Sonra sizə bordaq üçün elə bir üsul deyim ki, get elə, sonra gəlib təşəkkür edəcəksən. Quzu bordaq, bunu deyirsənsə, sən 2 aylıq quzu alırsan, müxtəlif şişirtmə yemlə baxırsan, 4 aylıqda da qəssaba verib kəstirirsən. Düşünmürəm ki, bu qayda ilə pul qazanırsan, deyək ki, sən qazandın, amma kənd təsərrüfatının inkişafına böyük bir zərbə vurursan. İndi deyəcəksən ki, mənə nə hamı edir, mən də edirəm. Düşüncə səhvdir, onda mən də elə edəmdə hamı bunu bilir, amma hamı demir. Deyə mən də sakit dayanmalı deyiləm ki, mən deyirəm körpə quzuların kəsimi bir mənalı şəkildə ölkə qoyunçuluğuna zərbədir. Əvvəllər heç quzu kəsilməzdi. Yaxın qonağın gələndə də az say üçün bir xoruz kəsilərdi, çox yaxınlar üçün də toğlu kəsilərdi. O məşhur filmdə olduğu kimi. İsrafil, oğul, qalx. Qalx əziz qonaqlar üçün toğlunu kəs. Niyə orada demir ki, dur bir quzu kəs. 4 nəfər qonağı var, bir quzu yetərdi, elə deyilmi? Amma o zaman elə bir anlayış yox idi ki, quzu əti belə dadlıdır filan filan. Nə də ki, bunu indi bazar tələb edir, qəssab istəyir, bəhanəsi gətirmə. Qəssab olmadan əvvəl güclü bir tacirdir. Sən onun dərdini çəkmə. O nə tapıb kəssə satacaq. Qəssaba müştəri gəlib ət istədiyi zaman heç bir qəssab deməz ki, ən yaxşı ət körpə quzu ətidir, amma mən tapıb kəsə bilmirəm. Sadəcə dana və toğlu ətim var. Bir qəssab nə kəsir, nə satırsa onun tərifini edər. Eləcə də restoran yeməyə nəyin var deyəndə deməz ki, ən yaxşı yeməli quzu maçadır, amma bizdə sadəcə toğlu ətindən qovurma var. O da eyni qəssab kimi menu nə isə onu təklif edər. Heç görmüsünüz ki, keçən həftə bazarda Mercedes satan alverçi Mercedesə nə qədər mükəmməl bir avtomobildir sözünü dediyi kimi bu həftə BMW satarkən də desin. Deməli, nə qəssabdır bizdən gəlib zorla körpə quzunu alan, nə də aşbaz. Sən satırsan, mən satıram, o satır, biz təsərrüfatçılar. Sən bu peşə ilə məşğulsansa, deməli halal zəhmət yolundasan. Əlhəmdülillah, halalı haramı bilirsən. Bir də günah etməsək, nə yaxşı olar, elə deyilmi? Dur, həmən coşub, nə günah eləyirik ki, deyib əsəbləşib, Qurban bayramı gəlir. Alan da, satan da, hamı bir-birini anda verir. Sən Allah, bu heyvan 6 ayına keçibmi? Birdən günah edərəm, düzdürmü? Bu günah sadəcə qurbana aiddirmi ki, ertəsi gündən yenə 2 aylıq, 3 aylıq quzuların kəsimi başlayır. Bir qanun çıxıb desək ki, 6 ayından tez quzunu kəssək, kəsən cərmənlənəcək, inşallah ki, elə bir qanun çıxar da, o zaman kimsə kəsməz. Yaxşı, bəs belə niyə əməl etmirsən ki? Qurbanlıqda özün bilib deyirsən ki, 6 ayından az olmasın, günahdır. Gəlin bunu bir yerdə düşünüb mübarizə edək. Yoxsa belə davam etsə, bir müddət sonra yerli qoyunlarımızın kökü kəsiləcək. Hələ çox Monqolistan quzusu adı ilə torbalarda gələn mənşəyi bilinməyən ətlər görüb yemək məcburiyyətində olacaq. Çox üzücü şeylər dedim, biraz da sevindirici şeylərə toxunaq. Qeyd etməsək ayıb olar. Ağcabədi Beyləqan zonasında işlərinin gerçək ustası olan təsərrüfatçılar var ki, bizim kimi quzunu satmır. Bu cür gözəl super damazlıqlar və toxumluq toğlular yetişdirir və çox yaxşı qiymətə də satıb yaxşı qazanc götürürlər. Təşəkkürə layiq işlər görürlər, alqışlayıram. Şəxsim adından da çox təşəkkür edirəm. Lakin bu kifayət deyil. 1. Sadəcə bu bölgədəki bir neçə təsərrüfatla bu ölkə üçün azdır. 2. Axı bu bölgənin qoyunları hər bölgə üçün uyğun deyil.
Onun üçün hər yerdə hər təsərrüfatçı bunu etməlidir. Ümid edirəm ki, bu videonu gördükdən sonra körpə quzu kəsmək istəyənlər bu barədə düşünəcək. Keçək sənin istədiyin bordaqdan pul qazanmaq üsuluna. İlk olaraq deyim ki, bu işdə bir ticarət sayılır. Doğru, zəhmət işidir, amma işin içində ticarət varsa, ticarətin ilk qızıl qaydasından istifadə etməlisən. Nədir bu qızıl qayda? Alarkən qazanmaq. Yəni, heç bir zaman aldığın zaman onsuz da kökəldib, çəki artıracam deyib, kilo baxımından satacağın qiymətdən baha almamalısan. Bax, bu o bayaqki söhbətdir. 2 aylıq quzu ucuz alım baxım, yekəldim, düşüncəsi səni ziyan etdirir. Bir quzuda 10 kilo çəki yığsan belə, aldığın zaman əmlik quzu kimi diri çəki 10 manatdan alırsansa, satdıqda artıq toğlu olur 7 manatla, olmadı 8 manatla satırsan. Artıq o yığdığın 10 kilonun 20%-i getdi. Yerdə qalan 50% yem olursa, bir də Allah eləməmiş bir xəstəlik düşərsə, dava dərman edirsən, o da getdi əldə, nə qaldı? 0-0. Yəni, aldım qoz, satdım qoz. Amma sən bazarları gəzsən, təsərrüfatları tanıyıb əlaqədə olsan, bu damazlıq işinə baxanların 6 ay sonra çıxdaş edib satışa çıxartdıqları toğlu dönəminə keçmiş heyvanları ucuza, yəni normal satacağın qiymətdən alsan, gör nə qazanırsan. 1. Az zamanla çox dövriyə, yəni bu üsulla 2 ay baxmaqla ildə rahat 4 dövriyə edirsən. 2. 2 ay baxırsansa, təbii ki, yem maliyyəti az olur. 3. Bu yaşda olan heyvanlar artıq böyümə dönəmi bitdiyi üçün həmən yaxşı rasyonla sürətli kökəlməyə başlayır. 4. 2 ay müddətində xəstələnmə riski də hardasa 0-a bərabər olur. Bu qayda ilə başla, sən yaxşı qazan, damazlıqlar da artsın. Həm sən qazan, həm ölkə. Məndən bu qədər, şərhlər sizdə.